Salam Xalidə xanım, xoş gəlmisiniz. Bugün sizi etiraf layihəsində görməkdən çox şadıq. Ümid edirəm ki, maraqlı bir etiraf verilişi olacaqdır. Mən ilk sualımı sizin biraz keçmiş illərinizdən başlamaq istəyirəm. Tələbəlik həyatınızdan başlamaq istəyirəm. Siz indiki, belə deyək də, adlandırılan formada desək, İncəsənət Universitetinə 4-cü ildə daxil olmuşsunuz. Yəni 3 dəfə siz universitetə sənəd vermişsiniz, alınmayıb. 4-cü ildə daxil olmuşsunuz və çox maraqlı bir faktdır ki, sizin atanız sizin ən böyük dəstəkçiniz olub. Necə xatırlayırsınız o günləri? O illərə qaydaqda, bəli, mənim ən böyük dəstəkçim atam olub. Birinci sinifdə gedəndə, o biraz birinci sinifə, o illərə qaydaqda. Birinci sinifə gedəndə bizim ədəbiyyat müəllimimiz var idi, Əzizə müəllimə. Bizə dərs demirdi, qonşu siniflərə dərs deyirdi. Gəldi, dedi ki, bəs rəqs qrupu hazırlayıram, yığıram uşaqları. Mən heç kimdən icazə almadan yazıldım. Və bir günlər gəldi, dedi ki, paltarların pulu verilməlidir. O vaxt ki, Rus pulu ilə 25 rubl. Gəldim evə, dedim ki, bəs dədə, 25 rubl vermək lazımdır. Bəs mən rəqsə yazılmışam, paltarlar da bu. Biraz tərəddüd elədi və uşaq olduğuma görə, bilmirəm, bəlkə də son 5-i idi, məndən sonra, 7 ildən sonra bacım olub, sonra da qardaşım. Bilmirəm də, bəlkə də çox istəyiblər məni. Dedi, ay qızım, evdən icazəsiz zad belə olmaz axı. Dedim, indi oldu da paltar, mən müəlliməyə nə deyim? Dedi, yaxşı. Pulu verdi, biz məşqlər eləyirik kitabxanada, məktəbin kitabxanasında. Bir gün katibin qarşısında çıxış eləməliydik. O vaxt katib deyilirdi də. Biz çıxdıq rəqs eləməyə, aləmi vurduq bir-birinə. Nəsə düzgün alınmadı. Axı bitər vəziyyətdən çıxdıq. Sonradan elə bil ki, indiki Şabran, keçmiş Dəvəçi rayonuna qastrol səfəri elədilər ki, ay getməliyik, oynamalısınız, neynəməlisiniz. Biraz atam dalımca düşdü. Sonra dedi ki, ay bala, mənim də işim var, gücüm var, mənim də yəni ki, hesabatım var, düşə bilmirəm dalınca. Məni çıxartdılar. Oradan çıxdım, bir müddət belə boşluq oldu da məndə. Necə deyərlər, elə bil ki, düşdüm bir dənizin ortasına. Boşluq oldu, o boşluğu doldurmaq lazımdır. Tezdən getdim yeni pionerlər evinə. Orada bir dram dərnəyi var idi, oraya yazıldım. Anam xəbər tutdu. Gəldi, mənə çıxardı, tikmə biçməyə qoydu. Dedim, yox, alınmayacaq. Gəldim, belə 8-ci sinifə çatdıq. 8-ci sinifdə artıq qəti qərara gəldim ki, yox, mənlik deyil. Mən getməliyəm. Getdim mədəniyyət evinə, Cəfər Cəbbarlı adına saçlı müəllimə var idi orada. Dərnəyinə yazıldıq. O, bizi ilə çay dəstgahı hazırladı. O qaşıq, çəngəllərin dili ilə, heyvanların dili ilə. İndiki elə bil ki, etüd hazırladı bizi ilə. O, get-gedə marağım artdı. Qəşəng bizi institutda hazırladı. Amma isə mən birinci il qəbul ola bilmədim, konkurs söhbəti oldu. İkinci ildə belə kəsildim tarixdən. Sonra elə bil ki, gəldi, çıxdı bu testlər. Testdən də başım çıxmadı mənim. Ki, bildim, bilmədim, qaraladım. Ki, səhv düzü də aparırmış. Artıq 4-cü il konkret atam dedi ki, bala, sən nə düşünürsən? Mən özü də bəxti gətirən uşaqlardan olmuşam. Nə mənada? 90-cı ildə məktəbi bitirmişəm. 90-cı ilin yayında da Bakıya gəlmişəm. Həmin hadisələri bilirsiniz də ki, bəli, çətin günlər idi. Mümkün deyildi evdən bir uşağı göndərmək Bakıya. Atam arxamda durdu. Dedi ki, sən ki, bu sənəti sevirsən, sözündən dönmürsən, heç bir sənət dalınca getmirsən, mən arxandayam. Get. Gətirdi. Burada bir müəllim var idi. Dedi ki, atamla danışdı. Dedi, uşağın zay olmasın. Aparma rayona. Rayona getsə, indi düşəcək bir elçi ərə verəcəksən və yaxud da elə nəsə də bir işlə məşğul olacaq, amma qoy qalsın burada. Onun təsərrüfat bir teatrı var idi. Mən qaldım orada, maaşlı çalışdım. Düz 3 il. 3 il məni orada maaşla çalışdırdı. İnstitutda mən hər dəfə deyirdim ki, müəllim, mən institutda qəbul olsam bu teatrdan çıxacağım. Yəni ki, bu mənə inkişaf vermir. Sadəcə olaraq cüzi bir pul. Amma hər həftə dədəm mənim dalımca gəlirdi Bakıya, yemək içməyimlə, pulumla, hər bir şeyimlə. Ona görə deyirəm ki,
Allah bütün ölənlərə rəhmət eləsin. Mənim atam da onun içində. Allah rəhmət eləsin. Qaldım, oxudum, instituta qəbul oldum. İnstituta qəbul olmaya mən dərslərə gedirdim. Bütün müəllimlər elə bilirdi ki, mən institutda oxuyuram. Amma oxumurdum da. İmtahana girəndə, aktyorluq fakültəsində imtahan verəndə hamı mənə belə, sən imtahan verirsən, qutarmadın. Deyirəm ki, yox, 4-cü ildir. Ona baxmayaraq böyük həvəslə hazırlaşırdım. Ümidim var idi. Nəhayət mən instituta qəbul oldum. İnstituta qəbul olan kimi elə bil bizi yığdılar, rəqs zalı var idi Köhnə Malakanda. Ay, çox gözəl institut idi. Çox gözəl, həddindən artıq. Orada imtahanlar keçiriləndə, imtahanlara hazırlıq olanda toy bayram olurdu. Mədən maarif, rejissorlar, aktyorlar, musiqili aktyorlar hamısı bir-biri ilə sıx əlaqədə idilər. Həyətdə kimi qılınc təlimi keçir, kimi şeir deyir, mahnı oxuyur bir-birinə. Yəni ki, səhvlərini düzəltmək üçün. Amma mən əfsuslar olsun ki, bu instituta alışa bilmədim. Belənçinə bizi yığdılar ora təbrik eləməyə ki, qəbul olmuşsunuz, belə. Bir də gördüm ki, adlar çəkirlər, Xalidə Əlməmmədova. Dedim, Allah, görəsən söhbət elədim, mənim adımı çəkdilər. Niyə belə? Dedilər ki, sən patok üzrə sinifkom olacaqsan. Dedim, hə, olum da, amma onun da məsuliyyəti böyükdür. Çox böyükdür. İnanın Allaha ki, indi nə var ki, tələbə biletinə gedirsən, stipendiya düşürsə, stipendiya alırsan, gəlirsən. Saatlarla durursan kastan qabağındakı stipendiyalar da gecikirdi. Alıb bunun köpüyünə qədər hesablayıb uşaqlara vermək var. Sonra hesabatını vermək var. Nəysə də bir sözlə. Sizdən əvvəl bizim digər aktrisa qonağımızda təxminən belə bir ifadə işlətdi ki, o vaxtı mən deməli ailə qurmamaq üçün, yəni rayon yerində ailə qurmamaq üçün sənədlərimi universitetə verdim ki, atam dedi ki, əlində bir təhsilin olsun və eyni təxminən ona bənzər ifadəni də siz də işlətdiniz ki, yəni getmək, ailə qurmaq, yəni sənət də o dövrlər doğrudan mı sənətə bu qədər önəm verilirdi? Yəni bizim cəmiyyətimiz biraz fərqli cəmiyyətdir, mühafizəkar cəmiyyətdir. Qız böyüdüsə, ətə qanad oldusa, artıq ailə qurmalıdır, onun övladı olmalıdır, nəslin davamçısı filan. Bax, mənə maraqlı gəldi bu ziddiyyət ki, valideynlər sizi bu yola yönləndirməklə yanaşı, həm də məsələn sənəti, təhsili ailədən üstün biliblər. Mənim atam biraz müasir kişi idi. Uşaqların, xüsusilə qızların oxumasına böyük önəm verirdi. Deyirdi, ailə də öz yerində, amma qızın əlində bir sənəti olmalıdır. Mənim özüm də çox sevirdim. Uşaqlarına qarşı çıxa bilmirdi. Ki, uşaqların arzusudur, qoy oxusun, bir sənət sahibi olsun. Yəni ki, ailəni də bəlkə o sənətlə dolandıracaq. Belə bir fikirlər var idi. Mənim atam sənəti çox sevirdi. Həddindən artıq. Mənim əmim briqadir olub. Əmim həmişə danışardı, ölən Nəvzə rəhmət. Deyirdi, xan əmi gəlirdi rayona, Şövkət gəlirdi rayona. Biz onları qarşılayırdıq, bəhbəhlə bizim evimizdə olurdu. Yəni ki, imkanlı ailələrə gəlirdilər də. Rayon mərkəzindən də tapşırırdılar ki, kolxoz gəzib konsert verməlidirlər. Yəni, mənim dədəm, yəni ki, bunların arasında demək olar ki, böyüyüb. Sənətkarlar görüb. Ona görə. Mənim dədəm hətta bir haşiyə çıxım, mən heyvanların səsini çıxara bilmirdim, mənə kömək eləyirdi. Hinduşkanın elə gözəl səsini çıxarmağı öyrədirdi ki, mənə. Deyirdi ki, hər şeyin əlasını öyrənməlisən. Baxmayaraq ki, bu sənətə gəldin, bu sən hələ birinci pilləkəndəsən. Sən bu pilləkəni yavaş-yavaş qalxmalısan. Sənət çox çətin, ağır, məsuliyyətli bir peşədir. Hər bir ad, hər bir söz deyə bilərlər sənə. Amma sən fikir verməməlisən. Ancaq sənətinlə məşğul olmalısan. Biraz bundan əvvəl siz universitetə qəbul olmağınızdan danışdınız və mən bilirəm ki, siz bizim çox böyük sənətkarımız, mərhum sənətkarımız, xalq artisti Məlik Dadaşovun tələbəsi olmusunuz. Əslində bu özü böyük bir xoşbəxtlikdir sizin üçün. Bəli. Məlik Dadaşov neçə illərdir artıq həyatda yoxdur, düzdür onun davamçıları olub, tələbələri olubdur və şəxsən mənim özüm üçün Məlik Dadaşovu onun tələbəsinin gözündən görmək, onun tələbəsinin dilindən eşitmək maraqlıdır.
Necə insan idi Məlik Dadaşov? Məlik Dadaşovun xasiyyəti çox ağır idi. Həddindən artıq. Amma tələbələrini çox sevirdi. Tələbələrini mən deyərdim ki, evladları qədər sevirdi, qoruyurdu. Kurs rəhbəriniz oldu. Bəli, kurs rəhbərim olub. Məlik Dadaşov bizə elə bil ki, yarı ildən sonra gəlib. İkinci kursun bəlkə də sonlarında gəldi. İndi unutmuşam, onu dəqiq deyə bilməyəcəm. Amma Məlik Dadaşovdan biz çox şey öyrəndik. Məlik Dadaşov səhnədə sərbəstlik verirdi. Sərbəst. Çıx göstər. Nə eləmək istədiyini mənə anlat. Yaz dəftərimə. Oynadığın obraz hansı heyvana oxşayır? Sən necə başa düşürsən ki? Demək bizim kursumuzda Bənövşə Mindilli Nişanlı qız tamaşasını hazırlayırdı. Mən də orada Bənövşəni oynayırdım. Sabit Rəhman. Bəli. Bənövşəni oynayırdım. Orada deyirdi ki, Bənövşə necə xarakterdədir? Bu qızı sən görmüsən Amaliya Pənaxovanın ifasında. Mən istəmirəm sən onu kopyalayıb oynayasan. Bunu sən Xalidə kimi düşün. Mən ona o cür çılğın verməmişdim. Mən onu biraz dərin düşünən qız kimi vermişdim. Arada bir çılğınlığı olur. Hər birimizdə var da. Yəni ki, biz rəvan, sakit bir həyat yaşamırıq ki. Bunlar var. Bizə yazıları yazılı şəkildə alırdı. Bir də deyirdi, heç vaxt sənətinizi ailəyə, ailəni sənətə qurban verməyin. Çalışın, ikisini də balansda saxlayın. Çünki ailənin ailə kimi öz özəlliyi, gözəlliyi var. Sənətin də. Sənətinizdə şöhrət tapdıqca ailəni tapdalamayın. Ailəni də ucaldın. Ailəyə həmişə hörmətiniz, diqqətiniz olsun, məhəbbətiniz olsun. Səhnədə oynayanda tərəf müqabilimizə diqqətlə qulaq asın. Qulaq asmağı öyrənin. Qulaq asdıqca siz nə oynadığınızı və yaxud da ki, sənin partnyorun sənə nə deyib, nə başa saldığını öyrənəcəksiniz. Bunları başa salırdı. Çox yaxşı insan. Həddindən artıq. Hərdən küsürdü. Qoy onu da deyim, məndən küsüdü. Bir gün küsdü. Biz qızlar şalvar geyinirdik də. Şalvar geymək çox rahat daxı. Alçaq daban geyinirdik. Bir dəfə, 5 dəfə, 10 dəfə dedi ki, ay qızım olmadı da, üzr istəyirəm bu ifadəyə görə, çıxırsan səhnəyə at bala xanım kimi gəzirsən. Bilmirəm, oğlan yerişidir bu, qadın yerişidir. Bir, heç olmasa soyuqdur, başa düşürəm, tez-tez gəzirsiniz, uzaqdan gəlirsiniz, yəni ki, kablukda gəzə bilmirsiniz. Gətirin səhnəyə çıxanda kabluk geyinin. Ki, sizin yerişiniz, sizin xarakterinizi bəlləyir. Hər bir yerişin deyir, öz xarakteri var. Bu xarakterləri açmaqda bizdə çox kömək oldu. Əfsuslar olsun ki, biz yəni ki 4-cü kursun yarısında onu itirdik. Tam birinci hissəni qurmuşduq. O bizim səhnədə çox qəribədir ki, mən həmin günü paltar geymişdim. Don geymişdim. Onun da təzyiqi var idi, yüksək təzyiqi var idi. Bəzi hallarda yoldaşı ilə gəlirdi, bəzi hallarda qaynı ilə gəlirdi. Yəni ki, mütəmadi nəzarət altında idi Məlik müəllim. Dərslərini də heç vaxt axsatmazdı. Gələrdi, oturardı. Mən xəstəyəm, deyir, nə olsun xəstəyəm? Belə baxdı, dedi ki, bax, əla, xoşum gəldi səndən. Nə yaxşı don geymişsən, bax, qadının, qızın gözəlliyi dondur. Səhnədə deyir, mən deyir, zövq alıram sizdən. Siz oynuyorsunuz, deyir, mən zövq alıram. Mən gənclik illərimə qayıdıram. Siz deyir, bunu başa düşün, deyir. Məndən öyrəndiyiniz çox şeylər var. Çəkin, alın, suallarınızı verin. Birini verəydik, ikisini verməyə utanırdıq ki, xəstədir. Yəni ki, çox incitməyək. Çıxdı səhnəyə ki, Mindilli ilə bir səhnə var idi, onu göstərməyə. Elə yox, belə birdən səndəllədi. Səndəlləyib yıxıldı. Bax, onunla da, yəni biz başa düşmədik, dedik, ay, nə yaxşı oynayır, çox gözəl oynayır. Ki, belə oynamaq olar. Sonradan gördük ki, yox, getdik, uşaqlar götürdük, elədik, tez təcili yardıma zəng olundu, apardılar. Yəni,
elə müəllimlərimizin sayı daha da çox olsun. Bax, indiki tələbələrə üzümü tutub deyirəm, nə qədər müəllimlərimizdən çox şey öyrənsəz, bu sizin xeyrinizədir. Bu sizin sabahki teatrlarda, böyük teatrlarda, hansı ki tamaşalarda rollar verəcəklər sizə. Bax, orada xırdalayacaqsınız. Orada bir elə bil ki, sizin əlinizdə olan şansdır bu. Əfsuslar olsun ki, bir çox tələbələrimiz bunu başa düşmür. Mən model olacağım, mən müğənni olacağım. Olun, yenə də olun. Model olanda da aktyorluq sizdən tələb olunur. Müğənni olanda da mahnı oxuyursan, onu ifa eləyəndə, o sözlərə uyğun, sənin mimik hərəkətin yoxdursa, sənin elə bil ki, o sözə qarşı münasibətin yoxdursa, quru-quru, mən gedib yazdırmışım, fonoqram oxuyuram, mən bu günləri görürəm. Görürəm. Hamıya da Allah kömək olsun. Xalidə xanım, bax, siz dediniz, danışdınız, indi mən belə başa düşdüm ki, Məlik Dadaşovun yaşlılıq dövrünə düşüb sizin təhsil illəriniz, amma bütün hallarda o bizim ekrandan, efirdən, kinolardan gördüyümüz qədər əzəmətli idi. Məlik müəllim həmişə əzəmətli olub. Çox qəşəng rəqs eləyirdi. Oy, o gözəl rəqqas olub axı. İnanın ki, hərdən elə bil ki, ona o cavanlıq ruhu bambaşqa cür gəlirdi. Çıxırdı, oynayırdı. Bir də gördün, deyirdi ki, əlini bir dənə belə eləyirdi. Söyə, qutardı. Dünya onun idi. Məlik müəllim qapını açıb içəri girəndə hamımız mil dururduq. Qışqırmırdı. Təhqir eləmirdi, söymürdü. Onun bir baxışı, bir gəlişi, bir yeli elə bəs idi. Yəni, o cür doğrudan da əzəmətli idi. Həqiqətən. Və mən səhv eləmirəmsə, o sizi Akademik Milli Dram Teatrına aktrisa kimi aparmaq istəyib, amma siz getməmsiniz və müsahibələrinizin birində deyirsiniz ki, mən qorxdum. Niyə qorxmuşdunuz? Bəli, həqiqətdir. Məni elə bil 3-cü kursun əvvəlindən dedi ki, mən səni aparmaq istəyirəm ora. Mən arxandayam. Mən Məlik Dadaşovun sözündən heç kim çıxmaz. Mən görürəm sənin istedadını, bacarığını. İstəmirəm itsin. Qoy orada inkişaf eləyəsən. Bilirsiniz necədir? Biz institut illərində, bəlkə də eşitdiklərimə görədir, mən orada görməmişəm. Gedib onlarla ünsiyyətdə olmamışam. Yəni ki, eşitdiklərimə görə ki, orada bilirsən necə aktyorlar işləyir, səni udarlar. Allah hamd olsun. Bəlkə də bilmirəm, gənc olmuşam. Sonra peşman oldunuz? Yox. Çünki mən gözəl teatra getdim. Gözəl müəllimin yanına getdim. Hüseyn ağa Atakişiyevin rəhbərliyi ilə. Hüseyn ağa müəllimin məktəbini keçdim. Mən bugün səhnədə nəyi xırdalayıramsa, Hüseyn ağa müəllimə borcluyam. Birinci Məlik Dadaşova, sonra Hüseyn ağa Atakişiyevə borcluyam. Çünki uzun illər Hüseyn ağa müəllimlə çalışdım. Uzun illər. Mən Vaqif Əsədovun da əziyyətini yerə vura bilmərəm. Bir haşiyə çıxım. Demək, Vaqif Əsədov Məlik Dadaşov rəhmətə gedəndən sonra bizim kursa gəldi. Yəni ki, institutda müəllim kimi bizim kursu götürdü. Biz də ondan bir şey xahiş elədik ki, bizim tamaşamıza dəyməyin. Nə qədər qrup, birinci səni qrup, ikinci səndə siz davam eləyin. Biz bu tamaşanı ithaf eləyək Məlik Dadaşova. O bizlə razılaşdı. Bizi institut, yəni ki, hazırladı tamaşanı. Məlik Dadaşovu həsr elədik tamaşanı. Sonradan elə bil ki, yollarımız ayrıldı. Mən Gənclər Teatrına, müəllim də ki, öz institutunda, teatrında, tamaşasında. Xalidə xanım, mən bilirəm ki, sizin həyatınızda yaxşı günlərlə yanaşı, çox ağır günləriniz də olub. Səhhətinizlə bağlı ciddi problemlər yaşamısınız. Bir, səhv etmirəmsə, 5 ya 6 ay yataqda yatmışsınız, müalicə almışsınız. Yəni, özdə bu sizin gənc yaşınızda sizin başınıza gəlibdir. Amma ayağa qalxmışsınız, maşallah, bugün ayaq üstəsiz. Ümumiyyətlə, bu günləri təbii ki, xatırlamaq çətindir. Amma bir aktrisa kimi, bugün nümunə ola biləcək bir insan kimi necə oldu o dövrlərdən çıxıb, o xəstəliyə qalib gəlib, bugünə gəlib çıxmaq? Mənim arxamda mənim ordum dayandı. Ordum kim? Teatrım durdu. Məni sevənlərim durdu. Ailəm durdu. Məni atmadılar.
Mənə sahib çıxdılar. Sözün əsl mənasında mənə sahib çıxdılar. Hamılıqla. Hansı mənada? Hansı mənada? Bilirsiniz, insan xəstələnəndə çox pis olur, çox bezir, zarıyır. İstəyir ki, kimsə onun qayğısına qalsın, kimsə onu təsəlli versin. Heç olmasa bir stəkan çay gətirib qabağına qoysun. Bax, mən o hala düşəndə təsəvvür edin ki, reanimasiyaya kimi buraxırlar? Heç kimi. Mənim reanimasiyamın qapısı taybatay açıq idi. Aktyorlarımın, ailəmin, əzizlərimin üzünə. Və mən bilirəm ki, siz Allaha bağlı insansınız. Çünki həmin o xəstəlik dönəmi, xəstəliyinizin adını deyə bilərəm də. Yəni, təbii ki. İnsult keçirdiyiniz dönəmlərdə, xəstəxanada yatdığınız dönəmlərdə siz hətta tərpənə bilmədiyiniz halda baxışlarınızla namaz qılmısınız, Allaha dualar eləmisiniz, zikr eləmisiniz. Yəni bu mənada doğrudan da böyük bir işdir bu. Həm Allahı sevə, o cür dövrdə, o cür xəstəlik dövründə Allahı da düşünmək, yada salmaq və o vəziyyətdən çıxmağınızda yəqin ki, Allahın da köməyi olubdur, çox köməyi olubdur. Bugün burada oturub söhbət ediriksə Allahımıza borcluyuq. Mən heç vaxt naşükür olmamışam. Bugünkü günümə də şükür eləyirəm. Bu Allah mənə bəxş elədiyi xəstəliyə də şükür eləyirəm. Şükür olsun. Bundan betəri də ola bilərdi. Mən çox pozitiv adamam. Deyirəm, gülürəm. Nə bilim, mənim həyatım belədir. Xəstəlikdir də, gözəl günü bəxş eləyəndə Allaha min dəfə təşəkkür edirik ki, çox sağ ol Allahım, mənə verdin. Və bu xəstəlik də bizə verilən, bəxş olunan bir şeydir də. Və bilirsiniz necədir? Mən bolnitsaya düşəndə çox ağırdı, həddindən artıq ağırdı. İndi mənə o illər əfsanə bir nağıl kimi gəlir. Gör, mən hansı vəziyyətdən hansı vəziyyətə gəlmişəm, şükür olsun. Mənim sol tərəfim işləməyib. 6 ay yataq yatmışam. 6 ay. Mən gözümü yumurdum, açırdım, çoxlu əsniyirdim, başa düşmürdüm də. Bilmirdim ki, bu nə olan şeydir. Reanimasiyada olduğum anda. Hər dəfə məndən soruşurdular, Xaldə xanım, udquna bilirsiniz? Əsəbləşirdim. Xaldə xanım, udquna bilirsiniz? Bir dəqiqədə neçə dəfə udquna bilirsiniz sözünü deyə bilərlər adam axı. Deyirdim ki, udqunuram da, udqunuram. Amma deyirəm, bax bu tərəfim işləmir. Bax görürsən, deyirəm, qaldırıram. Çünki bu qolum buradan qalxmır. Şükür buna da. Bunu tuturamsa buna da şükür. Yəni özümü acındırmaq istəmirəm. Yəni olan bir şey deyirəm. Bir də gördüm ki, iş yoldaşlarım sən demə, mənimlə bərabər onlar da aşağıdaymış. Gördüm, qızlar gəlir. Ay, nə yaxşı Xaldə. Deyirəm, Allah haqqı, ağlım özümdə deyə, danışa da bilirəm, amma sol tərəfim işləmir də. Deyib gülməyimizdən heç belə geri qalmadıq, heç. İnanın Allaha ki, uşaqlar deyir ki, bax biz gedəyik, 3-5 dəqiqə dururuq da ki, başqa xəstələr var, bir də tamam pis vəziyyətdə yatanlar var, boru ilə qida verənlər var, yəni ki, onlara baxırdım, özümə şükür eləyirdim ki, şükür. Neysə, bu qızlar gedirdi, oğlanlarla gəlirdilər, o qızlar gəlirdi, sonra mənə deyirlər ki, aşağıda deyə, utanır qalxmağa. Deyirəm ki, olsun, evi yox, gedin evə, yəni soyuqdur, yanvar ayıdır, gəlməyin, yaxşıyam, çox sağ olun. İnanın ki, palataya köçəndən sonra ora oldu elə bil ki, teatrın evi. Mən nəyə görə mən necə deyə bilərəm ki, teatrda heç kim məni istəmir. Axı, mən teatrda heç kimin xətrinə dəymirəm. Mənim dərdim azarım bilirsiniz nədir? Səhnəyə çıxdın, səhnəyə xəyanət eləmə. Səhnədə qurulan mizana xəyanət eləmə. Sözə xəyanət eləmə. Biz aylarla məşq edirik. Haşiyə çıxıram. Aylarla məşq edirik. Biz bu cür öyrənmişik. Elə bil ki, siz Samirə xanım gəlirsiniz mənə həmişə, soldan söz deyirsiniz. Misal gətirirəm. Bu dəfə sağdan deyirsiniz. Axı, bədən dili deyilən bir şey var. Ya mənə badalaq gəlirsiniz, ya məni yoxluyursunuz. Tamaşa zamanı məni yoxlama. Məşq
prosesində məni yoxla. Məşq prosesində nə improvizələrin var, nə ürəyin istəyirsə, nəyi demək istəyirsənsə, onu de. Nəyə görə baxış olunur? Baxışdan sonra qaralama məşq olunur. Baxışda bu qəbul olunacaq ya qəbul olunmayacaq. Sən bunlardan keç, bunları elə, gəlib tamaşa zamanında hoqqa çıxarma. Mən buna professionallıq demirəm, peşikarlıq demirəm. Mən buna dərnək deyirəm, dırnaq arasında. Çünki mən hegemonlardan dərs almışam. Mən Hüseyn Ağa Atakişiyevin teatrına Şekspirin Yay Gecəsində yuxu tamaşası ilə getmişəm. Hər dəfə zarafatla deyirdim ki, bax, mən Şekspirlə gəlmişəm, sənədə. Elə belə dramaturqla gəlməmişəm. Ki, gülürdülər. Pərvanə obrazı idi. Bəli, çox maraqlı quruluş idi. Həddindən artıq maraqlı, iplərin üzərində o illərdə. O illər üçün böyük bir sensasiya idi. Televiziyada var, fondda saxlanılır. Xəyanət eləyən Hüseyn Ağa müəllim. Bir günləri bir tamaşa hazırlayırdıq. Tamaşanın adını deməyəcəm. Heç aktyorların adını da deməyəcəm. Hamı mənə əzizdir, doğmadır. Dəftəri var idi. Həmişə o dəftərinə qeyd eləyirdi. Özü ki, çox soyuq, müsibət. Burada qoltuğuna gəldi, gəlin. İndi hamımız düşüb dalıca gedirik. Başlayaq məşqə. Özü də demişdi ki, dünəni demişdi ki, dəftərlər atılmalıdır əldə. Yaxşı. Başla. Sakitlik. Başla. Sakitlik. Sağ olun, öyrənib gələrsiniz. Nə vaxt sözünüzü bilərsiniz? Söz axı bizim silahımızdır. Dəftər əlimizdən getdisə, silahımız da getdi. Söz yaddaşımızda qalmalıdır. Bax, müəllimin elə bir ciddi zərbələri var idi. O illərdə təsəvvür eləyən ki, pul tapa bilmirdik, maaş gecikirdi, yəni ki, kvartirant qalırdıq, güzaran yaxşı deyil. Bax, belə bir şeylərimiz var idi. Nə bilim, valla, müəllim bizim balaca kollektiv olduğuna görə deyirəm. Bəlkə də elə olub, ailə idik. Bax, müəllim gözəl süfrələr açırdı bayramlarda, çox gözəl. Bayramlarda süfrələr açırdı, otuzdururdu, özü də otururdu süfrənin başında, zövq alırdı. Danışırdı, yəni qastrol səfərlərindən danışırdı, Şəki teatrından danışırdı, ki, gördüyü işlərdən danışırdı. Yəni ki, canlı əfsanə idi bizim üçün. Mən şəxsən həmin illəri elə bilirdim ki, davam eləyəcək. Həmişə müəllim bizlə olacaq. Amma gözlənilmədiyən anda bir də görürsünüz ki, yoxdur yanımda. Bax, elə şeylər var idi. Bax, dinə bağlılığı dediniz. Bəli, mən palataya köçəndə bacım dedi ki, mənə evdə mətanət deyirlər. Bəlkə də bunu heç yerdə deməmişəm, heç kim də bilmir. Evdə bütün qohum əqrəba mətanət bilir. Sinif yoldaşlarım, iş yoldaşlarım Xalidədir. Çünki sənədimdə budur. Bir dəfə bir haşiyə çıxıb. Sinif yoldaşım əmim nəvəsidir. Mehman gəlib qışqırır, Xalidə, Xalidə. Mən də bağın başındayam özüm üçün. Mamam da həyətdə iş görür. Heç belə andırmır ki, bu Xalidə kimdir? Qaça-qaça gəlmişim. Ay mama, niyə cavab vermişsən? Deyir ki, mən nə bilim, Xalidəni çağırır da. Çünki Xalidəni mənimsəyə bilmirdi. Çünki mətanət istəyirdi mama qoysun məni. Qohumumuz da sağ olsun, ad yazan yerdə olub. Deyib ki, yox, elə mətanət Xalidə qəşəngətdir. Adına da mahnılar var. Xalidə olacaq. Olacaq da, olsun. Sözümü hardan hara gətirdim, unutdum artıq. Bacınız namaz. Hə, namaz. Demək, mənə qayıtdı dedi ki, namazı sözlərini deyilən. Ha, çalışdım, deyə bilmədim. Dedim ki, vallahi Firi, unutmuşam. Dedi, eyb yox, yavaş-yavaş mən deyəcəm, yadıma düşəcək. Çünki yaddaşımda da pozğunluq var idi. Yaddaşım gəlib gedirdi, unudurdum. Bir çox şeyləri unudurdum. Çünki mənim qida borumun üstündədir. Özdəki çox böyük yayılmışdı. Həkimlərin dediyinə görə. Onlar belə bir diaqnoz qoymuşdu ki, 3 gündən bu tərəfə gəlsə, o udqunmaq söhbəti var idi. O udqunmaq söhbəti, onlar bilmək istəyirdilər ki, qida borusunun üstündədir. Görüm, nə qədər yayılır. Tez-tez məni MRT-yə soxa bilmirdilər axı. Ki, olmaz o dərəcədə şua almaq. Ki, deyirdim, yaxşıdır, yaxşıdır. Bir dəfə orada bir misli sıra var idi. Allah canına deyməsin. Qızıl Əhmədi alma bişirib, gətirib.
Xaldə, bunu yeyinən, vallah bundan şəfa tapacaqsan. Yemək də olmur axı. Deyirəm, mən yaxşı yeyərəm. Heç kimin də kölünə dəymirdim. Hamı elə bil ki, Nazımla oynayırdı. Reanimasiyada bütün işıqları söndürtdürürdüm. Çünki işığa qarşı çox həssaslığım var idi. Bir insanı bəlkə 7-8 dənə görürdüm. Şükür. Və yavaş-yavaş elə bil ki, qalxa bilmirdim. Divardan təənnüm eləyirdim. Bir gün bir hissəsi yadıma düşdü, bir gün bir cümlə yadıma düşdü. Sonra dedim ki, yadıma düşmür, mənə təsbih verin, zikr eləyim. Başladım zikr eləməyə. Şükürlər olsun, min şükür olsun. Mənim arxamda, mənim kollektivim olmasaydı, məni sevənlər olmasaydı, hər gün məndən xəbər tuturdular. Hər gün. Mənim rəfiqəm Natəvan, Yox teatrının aktrisasıdır. Mənim əziyyətimi çox çəkib. Çox, həddindən artıq yoldaşı Qasım Nağıda. Həddindən artıq mənim əziyyətimi çəkiblər. Telefonlar onda. Deyir, biz başa düşmürdük, hansı telefona cavab verək? Ay qızlar, sənə deyir, Moskvadan bu tərəfə zəng eləyirlər. Halvı, əhvalımı soruşurlar. Sən bu qədər sevilirsən? Dedim, valla, mən bu qədər sevildiyimi bilmirdim. Allah bu xəstəliyi mənə bəxş elədi. Və bir daha mənə başa saldı ki, sən sevilən insansan. Həqiqətən də mən sevilən insanlardanam. Xalidə xanım, həmin dönəmlərdə, həmin vaxtlarda təbii ki, sağlamlıq vacib məsələdir. Bəli. Mütləq istəyirsiniz ki, sağlamlığınıza qovuşasınız, yəni yenidən ayağa qalxasınız, övladınızın yanına gələsiniz. Bəli. Amma səhnə ilə bağlı, sənətlə bağlı qorxularınız çox idi mı ki, mən bir də səhnəyə çıxa bilməyəcəm, bir də səhnədə ola bilməyəcəm? Mənim ən yaralı yerim. Mən Lalə Tağızadəyə təşəkkür eləmək istəyirəm, mənim həkimim. Lalə xanımın yanına da mən nə qədər adam göndərdim, nə qədər adam göndərdim. O vaxt Həsən müəllim də sağ idi, Gənclər Teatrının direktoru idi. Allah ona da qəni-qəni rəhmət eləsin. Bir gün xahiş elədim bacımdan ki, mən telefonu verin də, mənə vermirdilər axı. Həsən müəllimdən xahiş elədim ki, Həsən müəllim, bəlkə mənim bacılarım mənə bir söz demir. Çünki yanımda qalırdılar ki, mən gəzə bilmirəm axı. Lalə xanımdan bir soruşsunlar ki, Həsən müəllim, mən gəzə biləcəmmi? Mən səhnəyə çıxa biləcəmmi? Bu sözdə. Həsən müəllim gəldi və mənə çox böyük təsəlli verdi. Dedim, narahat olma. Lalə xanım deyir ki, mənim dediklərimə riayət eləsin, o gözləmədiyimiz anda ayağa qalxacaq. Elə də oldu. Bilirsiniz necədir? Mən gəldim, o vaxtı Mübariz müəllim idi direktor burada. Sağ olsun, Allah razı olsun. 6 ay mən qalxmamışam, 6 ay mən teatr üzü görməmişəm, yəni ayağa qalxmamışam. Sonra yavaş-yavaş, inanın ki, ürəyim çırpınırdı bu pilləkənləri qalxanda. Necə həyəcanlanırdım, necə həsrətlə buranın qoxusu üçün ölürdüm. Çünki illərlə bu sənətin həsrəti ilə alışıb yanan, çətinliklə universitet qazanan insan birdən-birə xəstələnəsən, bu da Allahın bir yəni ki, işidir və səhnədən ayağın kəsilə. Gəldi Mübariz müəllim, çox gözəl qarşıladı mənə, dedi, şükür səni ayaq üstə gördüm, milyon dəfə şükür, sağlamlığıma bax, necə lazımdır, kömək eləyəcəyik, sənə yüngül tamaşalarda çıxmağa icazə verəcəyik, çünki kağızda da var idi, bura gətirib təhvil verdiyim sənədlərdə ki, İlk anda çevik hərəkətlər olmaz. Yavaş-yavaş qoy bədən özünü bərpa eləsin, sonra baxarıq. Yəni ki, baş dönmələrim çox idi, həddindən artıq. Yenə də deyirəm, kollektivim sağ olsun. Yəni ki, məni başa düşdülər, indi də arxamdadılar. Hər dəfə, yəni ki, mənə bir şey olan kimi İlham deyir, yenə nə oldu Xalidə, yenə nə oldu? Deyirəm ki, ona rahat olma da. Yəni ki, mən check-up'a getməliyəm, mən mütəmadi müalicələrimi almalıyam. Çünki artıq geriyə baxanda mümkün deyil də, yarı yaşa gəlib çatmışıq. Yarım əsr yaşamışam. Mən sizin belə maraqlı bir fikrinizə rast gəldim. Deməli, siz həm də dublyajda fəaliyyət göstərirsiniz. Bəli.
Deməli, tamaşaçılar sizi görüb, sizdən soruşanda, sizin səsinizi eşidəndə, sizə deyəndə ki, səsiniz tanış gəlir, siz belə bir cavab vermişsiniz ki, yəqin bu axşam sizə qonaq gəlir. Bəli. Bu, belə bir də tamaşaçıya nəzakət xətrinə deyilmiş bir sözdür, yoxsa doğrudan da siz qonaq gedirdiniz səsinizlə evlərə? Mənə sual verirlər ki, hansı filmləri dublyaj eləmirsən? Deyirəm ki, mən nə bilim, sayı var, hesabı var. 2004-dən ta ki 21-ci ilə qədər, 21-ci ildə az-az gedirdik. Çünki pandemiya düşdü, az-az getdik. Sonradan rəhbərlik dəyişdi. Yəni ki, getmədim də, qismət olmadı. 21-ci ilə qədər imiş də mənim də dublyaj dönəmim. Sonra da ara-sıra getmişəm, yəni ki, dəvət alanda. Amma sonra sırf ana kanalımıza getməmişəm. Bəli, mənə sual verirlər, danışığım mənə o qədər tanış gəlir, ya belə örtbasdır eləyirəm, ya əvvəldən deyirəm ki, sizə qonaq gəlmişəm. Çaşırlar, necə qonaq gəlmişsən? Deyirəm ki, ASTV-yə baxırsınız? Deyir, bəli, baxıram. Deyirəm ki, bəli. Hər gecə kinoya baxırsınız? Deyir, bəli. Deyirəm ki, indi o səslərdən birini araşdır tap. Belə olur. Bir dönəmdəki mən çox seriallara çəkilirdim. Bir ildə 3 seriala çəkildiyim an olub. Qoy deyim adına. Sir, Muradına çatan günəş, bir ovuc torpaq. Ayrı-ayrı xarakterlər, ayrı-ayrı senarilər. Yəni ki, çəkilirdim. Çox yaxşı da pul qazanırdım. Çox gözəl. Amma qədrini bilmirdim. Cavan idim da. Mamam deyirdi ki, ay bala pulun üstünə pul gəlsin, yığ, bir şey eləyərsən, eviniz yox, eşiyiniz yox. Dedim, ay mama gələcək, darıxma, olacaq. Amma onlar axı dünya görmüş qadınlar idi. Dünyanın hər üzünü görüb gəlmiş insanlar idi. Bizə başa salmağa çalışırdılar, biz yəni ki, başa düşmürdük. Xalidə xanım, Bəli. Bax, çox az aktyor olur ki, həm teatrda, həm kinoda uğur qazanırlar. Mən sizin teatrda da rollarınızı təbii ki izləmişəm və sizin iştirakınızla serial yox, bir neçə filmə baxmışam və belə deyim də, mənə çox belə möcüzəvi gəlib ki, bu Xalidə xanımdır, bir o tərəfdən baxmışam, bir bu tərəfdən baxmışam, yəni nə məndə demişdim, siz həm teatrda, həm də kinoda uğurlu aktrisasınız. Bəli. Bu çox az hallarda olur. Ya kinoda uğurlu olursan, teatrda uğurlu ola bilmirsən. Ya teatrda uğurlu olursan, kinoya bunu daşıya bilmirsən. Sizdə hər ikisi alınıb, üst-üstə düşübdür. Nə gözəl. Amma bir məsələ var ki, kino çəkilmir. Və ümumiyyətlə, belə deyək də, siz, elə biz də çətin dövrlərə düşdük. Çox. Müharibə dövrü, Bəli. ondan sonra ölkənin keçid dövrü falan. Bu mənada bir aktrisa kimi dövr və zamanə ilə barışa bildinizmi? Üsyan mı eləyəcəm? Üsyan eləsəm mənim xeyrim olacaqmı? Bu sualları çox-çox vermişəm özümə. Axı mən üsyan eləməyi sevmirəm. Mən dəvət almağı sevirəm. Mən aktrisayam. Hər halda. Yəni ki, məni efirdə görən, məni kinoda görən, indi bilmirəm ki, vətəndaşaya baxdın, baxmadın, onu bilmirəm. Yəni ki, bu dəqiqə Xalidə adı gələndə qoy bir hər şeyə çıxım. Serial təzə-təzə gedir, çıxıram Memar Əcəmidən, avtobusa minib evə getmək istəyirəm. Bir qadın yaxınlaşdı mənə. Ay, sizə təşəkkür eləyirəm. Qucaqlayıb. Necəsiz, nə var, nə yox? Qalmışam belə. Deyirəm, yəqin bizim buradakı uzaq qohumlardandır. Tanıya bilmədim. Həqiqətən başa da düşmədim ki, bu mənə niyə təşəkkür eləyir. Dedim, yəqin də ola bilər də, hansısa bir xırda işdə kiməsə kömək eləmişəmsə, o adamın adamlarıdır. Belə dedim, xanım, tanıya bilmədim. Dedi, vətəndaş, çox sağ ol. Dedim, mən sizə təşəkkür eləyirəm ki, baxmısınız, izləmişsiniz, izləməkdə də davam eləyin. Yəni, mən bunu bayraq eləyib gəzməyi sevmirəm. Mən o aktrisalardan deyiləm. Qarışqanı fil eləməyi. Zamanı var, yeri var. O mükafat da özü gələcək. O şan şöhrət də özü gələcək. Yəni ki, mən qapı döyməklə, mən baş ağrıtmaqla, mən sizin fikrinizi çox gözəl başa düşdüm. Mən əldə heç nə eləyə bilməyəcəm. Yəni, mən o simalardan deyiləm. İnşallah, hər şey gözəl olacaq.
Çox sağ olun Xalidə xanım. Çox maraqlı bir söhbət oldu. Sizi mən əvvəldə də vurğulamışdım. Sizi biz çoxdan da görmək istəyirdik bizim efirimizdə. Təşəkkür edirəm vaxtınızı ayırıb gəldiniz. Bizim layihəmizin bir məqamı var. Sonda yəqin ki izləmisiniz digər verilişlərimizi. İndi mən mikrofonu çıxardıb buradan gedəcəm. Siz və kamera təkbətək qalacaqsınız. Ürəyiniz istəyən, şəxsi həyatınızla bağlı, sənətlə bağlı etirafınızı eləyə bilərsiniz. Və yaxud heç bir etiraf etməyə də bilərsiniz. Deyə bilərsiniz ki, mən etiraf etmək istəmirəm bugün. Yəni, kamera və siz təkbətək qalacaqsınız. Siz sağ olun Samirə xanım. Mən nəyə etiraf eləyim? Bax, özünüz dediyiniz kimi bir çox filmlərə baxmısınız. Yəni ki, özünüz özünüzə sual vermişsiniz ki, yəni bu Xalidədir. Bəli, bu mənəm. Xalidə. Mən heç kim deyə bilməz ki, mənim oynadığım obrazlar bir-birinə oxşayır. Heç kim deyə bilməz ki, filmlərdə oynadığım obrazlar bir-birinin təkrarıdır. Anaları çox oynamışam, başqa-başqadır. Mən, yəni ki, bacardığım qədər onlara xarakter verirəm. İçimdən keçirib deyirəm, oynayıram. Bu yaxınlarda siz teatrda axırıncı bir tamaşamız var idi, Billur Başmaq. Siz ona o qədər baxdınız, o qədər baxıb gülürdünüz, içdən gülürdünüz. Yəni ki, bu sizə ləzzət eləməsə, içdən gülməzsiniz. Sizin qəhqəhələriniz bizim oyun zalımıza qədər gəlirdi. Oynaya-oynaya mən gözücü sizə baxırdım ki, necə ləzzət eləyir. Demək, başarmışam. Obrazın öhdəsindən gəlmişəm. Mən nəyə etiraf eləyim? Üzümü tuturam rejissorlarımıza. Vaxt gedir, zaman gedir. Yəni ki, zamanı, vaxtı tutub saxlamaq olmur. Bizim, şəxsən mənim oynaya biləcəyim obrazları mən bugün oynamıramsa, hansı gün oynayacağam? Mən gedib xaricdən rejissor gətirməliyəm. Ay mənim əziz rejissorlarım, ay mənim həmkarlarım. Yəni ki, varıq da, varıq. Potensial var, mən varam. Buyurun. Yəni ki, yeni tamaşalar, yeni obrazlar gözləyirəm. Mən teatrımı çox sevirəm, kollektivimi çox sevirəm. Ayrı-ayrılıqda hamınızı qucaqlayıb öpürəm. Çünki mən sizdən pis bir şey görməmişəm. Həmişə sizə əzizim deyə müraciət eləmişəm. Həmçində siz, yəni ki, bizim bir-birimizə sevgimiz, hörmətimiz qarşılıqlıdır. Öpürəm sizi. Özünüzdən müğayət olun.